Salamlar dostlar, videoya xoş gəldiniz. Bugün lig həftəsinin 3-cü günüdür və mən qarşı tərəfə saldırma eləyəcəm təbii ki də 15-ci adamdır. Keçən səfər 2 yıldızda qalmışdım, amma bir şey olmaz. Klan günahımdan keçdi. Amma klan savaşını eləməzdən əvvəl təbii ki də bu səfər alışdırma eləyəcəm. Saldırı eləyə bilərik, biraz fikirləşməliyəm. Buradan kraliçəni atarıq. Kraliçəni bu hissədən kahraman salonlarından atsam hava savunması düşər, ovçu kulesi düşər. Buradan da hava patlatıcı düşə bilər, ehtimal var. Amma köy tamamilə maksdır deyəsən, çünki süper şarjları da basıbdı deyəsən. Denəyək. Amma başaranmasam o biri saldırıya almayacaqlar yəqin ki. Nəysə. Yoxlamadan bilənmərik. Şampiyonu buradan yürütəcək demişdik. İnşallah şampiyon içərilərə qədər gedə bilər. Görünməzliklə o havanı qapatmağı fikirləşmişdim, amma bağlaya bilmədim. Əslində yaxşı oldu. Şampiyon eləmədə elə. Özəlliyi basaq. O tilki öləcək orada. Tilki ilə çox da zorlamayaq bəlkə. Yox, zorlamağa dəyərmiş. Məsələ bu səfər də bağlanmadı. Görünməzlik. Kəşke atmasaydım. İndi kraliçəni bayaq fikirləşdiyim konumdan atdım. Qəşəng. Tam düşündüyüm kimi getdi əslində. Buradan titanı da attım. Orada klan kalesini falan təmizləyərlər. 2 dəqiqə olduğu anda təmizlik əsirlərini kəşke əvvəlcədən atsaydım. Bir dənə də süper var. Koruyucunun özəlliyini bastım, çünki orada orman bincilər çox qabağa getmişdi. Canları azalar deyə düşündüm. Öfkə attım orada. Bu hissəni belə bir sarmaşdıraq. Çox hasar verəcək yoxsa oralar. Totem büyüsü ataq. Orada barbar kral savaşdan çıxırdım az qalsın. Kellavçı attım arxadan. Sən niyə orada divarlara taxılırsan titan? Titan bayaqdan divarlara taxılıb orada. Onun canı bir çıxacan qaldı. Təmizlik əsirləri ataq. Barbar kralın özəlliyini gecikdirmədən attım deyəsən. Umarım gecikdirdim kimi sayılmaz. Hadi 3 yıldız gələr be. Gələr buradan. Öfke də partlayıb orada. Ama qəşəng. Orada Super Valkyrie ölmüşdü ona görə. 3 yıldız gəldi. Klanın qüruru yox yenə də. Amma keçən səfər 2 yıldız idi. Qəşəng. Ordunu yaxşı idarə elədik məncə. Qəşəng bir köy gəldi. Buradan yürütək şampiyonu hələ. Şampiyon yürütərkən çox fikirləşəndə zamana da diqqət eləmək lazımdır. Çalışmaq ki, vaxtı keçməsin. O büyücü kulesinin canı niyə elə o qədər çoxdur? O büyücü kuleləri mən almamışam bu arada. Almalıyam. Görəsən tilki ölməz. Ölən oxşayır o. Öldü hətta deyəsən. Ölübdür. Geri çağıra bilərik. Ordunu hardan atacaq? Birinci buradan kraliçəni yolladım. Titanı da ataq buradan. Ordunu bu hissədən salacağım. Yavaş-yavaş oraya gəldiyi müddətcə biz buraları təmizləyək. Biraz pis yerə attım kimi. Barbar kral təki çıxmasın çölə buradan. Şampiyonu da attım. Ordumuz əriməyə başladı, o üçün özəllik bastım.
Bu ordunun bir qismi oralarda sülənir, bir hissəsi içəri girir. Yəni nə varmağa çalışır ordum? Anlamış deyiləm. Totem ataq ora. Yəni orman binicilər məsələn əriyibdir. Yoxdular. Hamısı öldü demək olar ki, salamat bir orman binici görə bilmirəm. Şampionun burada qabaqda belə getməyi, kraliçaya falan dönmədi, yəni qəribə bir şəkildə. Nəysə biz buradan canlandırdıq şampiyonu. Niyə o çox yönlü Emin şampiyona tərəf döndü? Nəysə barbar klan özəlliyini basaq. Bir şey özəlliyi idi. Yeni gələn səviyyələrdən sonra nəsə barbar klan dikəni topu bir işə yaramırdı. Qəşəng. Anka işə yaradı bayağı. Arada bir məsələn öfkəli gəllə dəyişirdim amma. Anka oranı da aldı. Bura bir dənə də süper barbar ataq. Bundan artıq təmizlik gəlməyəcək. Ona görə çıxaq 29 kupa. Bəlkə də doğru düzgün saldırmamışamdır deməli. Daha diqqətli saldırmalıyıq. Klan kalesinin gəlməyini də gözləmək lazımdır. Kraliçəni bəlkə də pis yerdən atmışdım, biləmək olmaz. İndi buradan ataq şampiyonu. Orada Teslalar çıxıb birinci eləməsə yaxşı olacaq. Çıxırlar təbii ki də. 50 saniyə. Bu zamanları əzbərləmək lazımdır hamısını. Tilki son anda içəri girdi. Şampiyon orada çölə çıxıbmış ha. Yəni biraz da təmizlik eləyək. Çıxma çölə çıxma. Qəşəng. İndi buradan kraliçəni atdım. Qəşəng. Orada yol kəsildi. Ordunun gedəcəyi yol kəsildi. Biz buradan ordunu salaq. Şampiyonu da attım. Buraları təmizləyək süper barbarların yardımı ilə. Girişdə öfkə basmaq nə qədər doğrudur bilmirəm. Buranı sarmaşdırdım. Özəllik basıram orada. Klan kalesindən çıxan ejdər var, süper ejdər. Orada irəliləyə bilsə özəllik basacam barbar klan özəlliyin. Ora bir totem büyüsü. Öfkə büyümüz hələ də qalır. Bassaq mı? Öfkə büyüsün. Barbar klan özəlliyini bastım. Qəşəng yerdəydi. Bura bir öfkə ataq. Məsələn, o şifacılar niyə orman bincilərin canını doldurmur? Arxada gəzirlər. Buralara oxçu, büyücü falan attım. Şampiyonu mu yaxşı yerdənmədik? Niyə 3 yıldız gəlmiş? Bəlkə gəldi. Barbar kral çıxmasa da xahiş edirəm. Get içəri gir, içəri gir. Nədir bu mənim barbar kraldan çəkdiyim? Süper barbardan bilə qaldı. Onu da diqqətli işlədərik. Of, şampiyon öldü. Amma içəridə barbar kral var məsələn. Yıldız gələrmi, gəlməzmi? Vaxt da var. Deyəsən gəldi. Bu nədir? Yetinin içində yetimitləri bitirdi. Kesəsi boşdur. Sepeti. Ora süper barbar attım. Yəni 3 yıldız. 3 yıldız. Öbürü saldığımıza. İndi hardan təmizlik eləməliyik şampiyonla? Məncə buradan eləyək. Çünki burada kraliçəni atsam, ya da buradan girək. Görək nə olacaq axırımız. Qəşəng, şampiyon ora dönməyə yaxşı oldu, həm görünməzlik açısından. Görünməzlik atdım.
Zehir kulesi düşdü, amma bəlkə problem olmaz. Zehrin etkisindən çıxsalar, çıxa bilsələr. Şöyle yenə də şampiyon döndü içəri. Görməzlikləri tez-tez istifadə edəcəm. Hadi al onu. Geri çağırdım. İndi buradan kraliçəni atdıq. Buz golemi. Buz golemi orada bir partlayacaq. Patlaya bilsə. Kraliçə acilən o sekən topu almalıdır. Bir dənə süper barbar ataq. Bir dənə də atdıq süper barbar. Totem büyüsü də mi atsaq? Totem büyüsü də attım. O kraliçənin təmizliyi vacib idi ona görə. Orman benciləri takip edin. Öfke attım girişdə. Kraliçəni canlandırsaq mı? Tartışmalı bir məsələdir. Yəqin ki, şampiyonu canlandırmalı olacaq. Yox, təmizlik edəmədik. Al oranı. Al. Yox artıq. Bu hissəni sarmaşdıraq. Çünki ordunun canı çox əridir. Biraz gözləyək. Canları da olsun. Bomba falan çıxdığı anda hava bombası falan. Özelliği basacağım. Koruyucu özelliği. Orada şampiyonu əridəcəklər. Ona görə yaxşı oldu basmağımız. Neyse, şampiyon nədir? Barbar kanunun özelliğini bastım. Kraliçəni diriltək. Kraliçə xahiş edirəm ki, belediye binasını al. Ora şey attım. Kəllə avcısı attım. Kəllə avcısı öləcək kimi. Kraliçə 10 saniyədə ala bilər oranı. Heç yıldız gəlmədi yenə. 93%'lərdən çıxdıq. Yəni ordunu gec attım deyəsən, ona görə oldu. Kraliçəni də gec canlandır. Kraliçəni orada canlandırmalıydım mən. Bugünlük videomuz bu kadar olsun. Ondan əvvəl də burada saldırıları da göstərim istəyirəm. Nömrəsimi 83, 93, 89, 90 belə yüzdələrdə qalmışıq. 4 dənə saldırı eləmişdim. Amma hələ ki yaxşı ilərləyirik. Görək liderlik tablosunda hardayıq. 625 kupa ilə 15-ciyik. Buralara çıxmalıyıq. Mütləq ən azı 1100 kupa falan toplamalıyıq. Məncə bacaracaq.